Biz yoldaşımla evlənəndən əvvəlcədən danışmışdıq ki, ayrı evdə yaşayacağıq. Şükür elə də oldu, özümüz üçün ayrıca ev tutduq. Hər şeyi öz zövqümlə bəzədim. Sevinirdim ki, bura mənim öz dünyamdır. Amma evlənəndən bəri mənim bu evimi burnumdan gətirirlər. Qaynanamla baldızım demək olar ki, hər gün bizdədirlər. Gəlmələrinə heç bir şey demirəm, qardaş evidir, oğul evidir. Amma gələn gündən mənim evimdə elə bil təmizlik imtahanı başlayır. Keçən bazar günü tezdən durub bütün evi silib süpürmüşəm. Hər tərəf tərtəmizdir, evdən gül qoxusu gəlir. Günorta qaynanamla baldızım gəldilər. Mən mətbəxə çay süzməyə gedən kimi hərəsi əlinə bir əski alıb başladılar evdə qüsur axtarmağa. Baldızım keçib qonaq otağında televizorun arxasını silir. Qaynanam da mətbəxdə şkafların arxasına əl atır. Qayıdıb mənə nə desə yaxşıdır. Ay gəlin, buraların tozu yaxşı silinməyib. Uşaq xəstələnər, gərək hər gün çəkib siləsən. İnanın əlimdəki çaynik bərkdən masanın üzərinə düşdü. Mən özüm hər gün evi təmizləyən vasvası biriyəm. Onların bu hərəkəti mənə kömək etmək deyil. Açıq-aşkar mənə sən natəmizsən, sən təmizkar deyilsən mesajı verirlər. Öz evimdə özümü o qədər pis hiss edirdim ki, əsəbdən də ki ürəyim partlayır. Axşam yoldaşım işdən gələndə dözmədim. Sakitcə otağa çəkib dedim ki, ananla bacın hər gələndə əllərinə əski alıb mənim evimi təmizləyirlər. Mənə söz atırlar. Xahiş edirəm onlara de ki, qarışmasınlar. Yoldaşım üzərimə qışqırdı ki, nə olub sənə? Sənin qohumların sənə gəlib köməklik eləyəndə heç danışmırsan. Sən niyə mənim ailəmi evimdə istəmirsən? Sən o yazıqların yaxşılığını da pis başa düşürsən. Axı bu yaxşılıq deyil. İndi bilmirəm ki, mən səhvmi edirəm. Bu söhbətə görə də yoldaşımla 2 gündür danışmırıq.